Esmira xanımın canlı yayına qoşulan Gözəl Arzu haqqında açıqlamalar verdi. Arzuya ayıb olsun. Asimanla gec-gec videolar çəkir, qocamdı deyib özlərini hüddülü vəziyyətə salırlar. Zuhar müəllim onlara nələr dedi, ayıb olsun. Mən qələt edərəm elə videolar çəkərəm, mənə yaraşmaz, adımı batıraram. Həm də Arzuya həkim deyib ki, 3 il ailə olmaz. Arzu indidən TikTok açıb deyir kişi axtarıram. Mən Asimanı qısqanmıram, onlar məni qısqanır. Mən Asimənə qardaş demişəmsə, qardaş gözü ilə də baxacam. Mənə lazım deyil. Buyurun videoya baxaq. Kanala abunə olub videonu bəyənməyi unutmayın. Asiman bir qızla video çəkmişdi, video. Hə, kim idi o? Ay cədava. Məndədir, götürmüşəm, məndədir. O kızın adı nədir Ay Elmar? Onun adı nədir? Arzu xanım. Arzu, ay sağ ol, hə, Arzu. Düşüşdülər. Dünənlər. Asiman üçün qırğındır, qırğın. Asiman qırğın gedir. Yo, dünənlər Zahir müəllim onları itin necə deyim, üzr istəyirəm ifadəmə görə, nələr dedi ki, ayıb olsun dedi. Bu nədir dedi, belə videolar çəkirsiniz dedi. Ay sağ ol, düzdür. Dedi ayıb olsun dedi sizlərə dedi. O da belə dedi, qocamdı. Özünü düttülə parı. Evet, yok, qocandı. Mənə bax, özlərini düttülü vəziyyətdə apardılar. Xəstəsən neysə. 3 il sənə vəziyyətdə aparırlar, gözəl nə vəziyyətdə? düttülü bambılı sərək. Dittili bilsən nədir, antiqənətdir. Dittili yox, hüttülü bambılı sərək. Ambulu sərək, sonra? Orada bir dənə sonlarlı görkəm bu idi. Allah and olsun, mən qələt eləyərəm, özümə adımı batıraram. İstir qadın oldu, istir kişi oldu. Açırsan TikTok'a normal səviyyədə danış. Özünü qadın, özünü düşüb vəziyyətə. Sənə 3 il sənə həkim də deyib ki, 3 il sənə ailə olmaz. Sən indidən durub TikTok açırsan, deyirsən ki, kişi axtarıram, nə bilim mən nə. Kimə olmaz? Kimdə o? Arzuya. Kim? Açıqam. Bu da efir əmrində sattan kayd edirlər. WhatsApp'da deyəcəm. Allah sən saxla ya Rəbbim. Ay dostlar, ay qardaşlar, ay bacılar. Bu Asiman üstündə qırğındır, taraşdır. Allah'a and olsun, bir dənə oğlumun canı haqqı, Esi bibi. Bax, bir dənə nübar oğlum var, Allah hamı balasını saxlasın, bizimkilər. Oğlumun canı haqqı məndə, Asimana, qardaş demişəmsə, qardaş gözü ilə də baxacam, mənə lazım deyil, istəmirəm. Mən niyə qısqanırsan adama deyərlər? Ay, sənə qurban olum, qısqanmıram, onlar mənə qısqanır, mənim nəyimə lazımdır Asiman, ay sənin başladın. Gəldilər, sakit dururam mən. Gəldirəm də gəldilər. İstəmirəm də deyir, daha qardaş dedim onlara. Yox, onun fikri varsa, ora nəyə getmirsən, nə başına daş düşsün. Otur orada, cəmaət kimi. Fikrin varsa, bir ayrı sözünü deyil, dərdindən danış. Yoxsa getmirsən oraya bilənməyə. Valla, problemin varsa, kömək olsun, gözəl. Nə bilim, vallahi, ay dostlar, mən bilmirəm, axır ki. Çox belə problemlə işləyir hamısı. Hamısı problemdir. Başdan yardım. Asiman aracı qırğın gedir. Hə, düz deyirsən. Asimənin üstündə elə bir ki, nəzrim, nə olub? Ceylan sizə gələcək. Gəlsin də, Ceylan bunlar nə deyirlər görəsən, nə olub? Ceylana nə olub? Tanışmamışam bu gündülər. Ceylanla sıfda evlənə bilsəydi, evlənərdi. Evlənməz, Ceylan da sıxdı getdi. 3-4 tane uşağı var ya özü onun. Yekə. Kimin? Neyləsən onu? Ceylanın. Ceylanı mı? Ha, uşaqlar da var da onun. Ceylan sizə gələcək, gəlsin də. ATV-yə gəlib, o gözünü də düzəldəcəklər. Gözü yenə xarabdır axı. Hə. Həkimə gəlib, biri də.
Yəqin həkimə gəlib. Ha, yəqin həkimə gəlib. O xəstə qız var. Qısası da yeriyə bilmir. O ne hel olur? Hə, tutun. Tutulup da Vallahi o dərdi böyükdür. O ürək ağrısıdır o. Adama ürək ağrısı verir o qız vallahi. Özünə qəşəng bir adam tapsın, qadın xeyradana, evində ona xadiməlik eləsin də, kömək eləsin evin içində. Ne olar?